Cəlilabadda məktəbdə şagirdlər arasında mübahisə qanla bitib. 16 yaşlı yeniyetmə öz sinif yoldaşını qətlə yetirib. Tərəflər arasında baş verən hadisəyə səbəb nə olub? Daha ətraflı bölgə müxbirimiz Yaqub Mehdioğlu'nun sujetindən biləcəyik. Qətl hadisəsi Cəlilabadın Xəllabad kəndində qeydə alınıb. Məlumata görə şagirdlər arasında mübahisə məktəbin sinif otağında baş verib. Rayonun Güneyli kənd sakini 11-ci sinif şagirdi olan yeniyetmənin sinif yoldaşı ilə arasında mübahisə düşüb. Nəticədə tərəflərdən biri bıçağı ələ atıb və sinif yoldaşının ürək nahiyəsinə zərbə indirib. Yaralı Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Xəstəyə baxıldı və təcili cərrahi əməliyyata verildi. Torakotomiya olunduqdan sonra xəstənin ürəyi sağ mədəciyinin kəsilmiş, deşilmiş yarası, ürəyin tamponadası aşkarlandı. Ürək yarası tikildi və sonradan aparılan bütün səylərə, reanimasyon tədbirlərə baxmayaraq xəstədə 13 onda ölüm halı qeydə alındı. Kənd sakinlərinin sözlərinə görə yeniyetmələr arasında mübahisə birinin digərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə görə olub. Bundan bir neçə gün sonra hadisəni törədən yeniyetmə evdən mətbəx bıçağı götürərək məktəbə gedib. O birinci dərsdən sonra sinif yoldaşını məktəbin digər sinifinə çağırıb və mübahisə orada davam edib. İkisi də yaxşı uşaq olub. Tərbiyəli, qanacaqlı, oxuyan uşaqlar olub işte. Savad uşaqlar olub. Bizim kətdə 4 illi idi, 4 il qutarıb oraya gediblər. Artıq hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Yaqub Mehdioğlu, Fidan Səfər, Spice xəbər, Cəlilabad.